İnsanlar dəyişkəndir. Bugün səni tərifləyən, sabah bir xətana görə səni qınaya bilər. Sənə verdikləri dəyər bəzən bir səhvinlə silinər. Bax, buna görə sələflər xəbərdar edirdi. Həsən Əl-Bəsri Rahiməllah deyir, İnsanların razılığına baxma. Onlar tez razı qalar, tez də qəzəblənərlər. Fudeyl ibn İyad Rahiməllah deyirdi, əgər sən Allahı razı salarsansa, insanlar səni qınasa belə zərər verməz. Düşün, sən kimin üçün yaşayırsan? İnsanların dəyişən fikirləri üçün, yoxsa heç vaxt dəyişməyən Rəbbin üçün? Unutma, insanların qəlbi sənin əlində deyil. Bugün səni sevən, sabah səni unuda bilər. Amma Allah sənin gizlində etdiyini də görür, niyyətini də bilir. Elə isə insanların tərifi ilə yüksəlmə, qınağı ilə də sarsılma. Çalış ki, bir şeyi qazan, Allahın razılığını. Çünki kim Allahı razı salarsa, insanların qınağı ona zərər verməz.